İyunun 30-da Tarif Şurasının qərarı ilə əhalinin daha çox istifadə etdiyi AI-92 markalı benzin 10 qəpik bahalaşaraq 1 manat 10 qəpik, dizel yanacağının qiyməti isə 20 qəpik artaraq 1 manat olub. Tarif Şurası bununla bağlı bildirib ki, qiymət artımı ilə dizeldən istifadənin daha yüksək ekoloji zərəri nəzərə alınıb və daha çox benzin istehlakına keçilməsi məqsədi ilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Lakin bir neçə vətəndaşımız qaynar xəttimizə müraciət edərək bəzi narazılıqlarını dilə gətiriblər. Onlar iddia edir ki, yanacaqlarda keyfiyyət baxımından problemlər var. Biz də məsələni araşdırmaq qərarına gəldik və sürücülər arasında sorğu keçirdik. Qiymətlər artandan bəri siz yanacağın keyfiyyətində bir problem yaşayırsınızmı? Bəli, yaşayıram. Mən tam çən vuram həmişə. Həmişə tam çən vururdum. 4 gün sürürdümsə şəhər daxili. İndi 3 gün ancaq gedir. Çox fərq edir. Elə gəlir ki, keyfiyyətin yəqin yaxşılaşdırıblar ki, tez yanıb qutarır da yanmaya gedir. Mən 100 kilometrə 10 litr yandırırdım. İndi isə 100 kilometrə 12 litr yandırıram. Yanacaq qalxandan sonra olub. Həmən kilometraj sürürəm, 2 litr artıq yandırır. Əvvəl məsələn 3 gediş edirdimsə, indi 2 gediş edirəm. Elə bil ki, benzin vuracı göstərir ki, düzdür, vurulur 20 litr, amma kilometraj əvvəl məsələn 200 kilometr sürürdüm, indikcə də 140 kilometr. Uçur benzin, yoxsa harasa nəsə bir maddə qatıblar, neyindir, amma həqiqətən problem yanır. Onsuz benzin əvvəldən keyfiyyətsiz elə, yəni keyfiyyətsiz olaraq qalır. Yəni əvvəldən elə onsuz kilometraj yaxşı vermirdi, nə bilim, yaxşı işlətmir, keyfiyyətsiz. Bir də görürsən benzin vurursan, səhər maşın kodursan 4 dəfə 5-ə güclə götürür işləyir. Hansı ki, razı işləməlidir, o dəqiq işləməlidir. Yanacaqların keyfiyyətindən razısınızmı? Yəni qan eləyir? Bəli, razıyım. Yəni mən də razıyam ki, yəni keyfiyyət elə həmən keyfiyyətdir. Yəni fərq bir şey. Bəli, mən hiss eləmirəm ki, yəni yəqin ki o keyfiyyət olsa heç olmasa maşın işləməyəndə hiss olunar da, sürətində hiss olunar, artım hiss olunur. Yəni mən görməmişəm ki, yəni qiyməti artıbsa və o yəni elə təbii halda da qiymət onsuz da həmişə artır, elə indi də artıb. Yəni onun yanacağın yaxşılaşdırması üçün qaldırmayıblar, elə sadəcə olaraq qaldırıblar. Sürücülərdən müsahibə alarkən fikir müxtəlifliyi ilə qarşılaşdıq. Kimisi keyfiyyətin normal, kimisi isə narazı və iddiaların doğru olduğunu söylüyor. Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov məsələnin fərqli səbəblərdən qaynaqlandığını deyir. Yanacağın keyfiyyətinə, yanacağın qatqılarının müəyyən hesabat dair Azərbaycan Dövlət Neft Şirkətinin SOKAR adlandırdığımız şirkət cavabdehdir və bu şirkətin də müəyyən dərəcədə laboratoriyaları, baxmayaraq zavodun özünün də laboratoriyaları var. Amma bu sahədə Azərbaycan Dövlət Neft Şirkətinin xüsusi bir laboratoriya təsis olunmuş bir idarəsi məşğuldur. Ekspertin sözlərinə görə sözügedən qurumun xüsusi bir idarəsi var ki, yanacaqla bağlı müəyyən rəylərin alınması, verilməsi, hesabatların hazırlanmasını həyata keçirirlər. Aslan Əsədov əlavə edib ki, vətəndaşların qarşılaşdığı çətinlik həqiqətən keyfiyyətlə bağlı da ola bilər, yaxud da psixoloji cəhətdən də buna hazır olmaya bilərlər. Məsələn, əvvəl 10 manata 10 litr yanacaq alırdılarsa, indi təxminən 9 litr yanacaq götürürlər. Ayrılma prosesində müəyyən yenə artıq kehinə qayda ilə gedirsə, təmizlənmə prosesləri davam edirsə, yenə də orada materiallarda müəyyən bir narahatçılıqlar, problemlər yarana bilər. Zavod tam gücü ilə istismar edilməyibsə, hələ zavod gücü ilə vətəndaşlarımızın və digər xaricə daşına biləcək yanacaqların emalı ilə məşğul ola bilmirsə, müəyyən dərəcədə bu problemləri biz çox güman ki, yaşayacağıq. Ümid edirik ki, sürücülərin rastlaşdığı həmin problemlər minimuma iner. Zərintac Mayıs qızı, Təbriz Quliyev, Heydər Həsənli, Misya TV.